Mehdiyevlə bağlı yeni fakt, ona yaxın 22 tanınmışın siyahısı. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunduqdan sonra onun haqqında ötən illərdə yazılan fikirlər də yenidən gündəmə gəlib. Bilirsiniz ki, onun həbsindən sonra yeni detallar ortaya çıxır və həmin detallar daha çox əvvəldən söylənilən fikirlərin gündəmə gəlməsi, edilən çıxışların, onunla bağlı məlumatların yenidən gündəmə gəlməsi və və digər bir baxımdan da fərqli bilmədiyimiz məsələlərin gündəmə gəlməsi ortaya çıxır. Mehdiyev barədə Axundov kitabxanasında Ramiz Mehdiyev bibliografiyası adlı kitab nəşr olunub bildiyimiz kimi və kitabın tərtibçi müəllifi Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Professor Kərim Tahirov, ön sözün müəllifi Akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəyli, redaktoru isə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının baş mütəxəssisi Gülbəniz Səfərəliyevadır. Kitabda bir sıra tanınmış şəxslər Ramiz Mehdiyev haqqında fikirlər yazıblar. Həmin fikirlərin bəzilərini sizə təqdim edə bilərik. İsa Həbibbəyli deyir ki, dövlətçilik fəaliyyətini cəmiyyət həyatı ilə üzvi surətdə əlaqələndirmək, hətta həyatda gedən prosesləri qabaqlamaq bacarığı dövlətçilik nərdivanını addım-addım qalxan Mehdiyevi xarakterizə edən önəmli cəhətlərdəndir. O, böyük məharətlə cəmiyyət həyatını dövlət işinin nəbzi üstünə kökləməyi bacarır. Məsələnin bu cəhəti dövlət işinə də, cəmiyyət həyatının inkişafına da fayda gətirir. Həmçinin Abel Məhərrəmov da Bakı Dövlət Universitetinin keçmiş rektoru. Son dərəcə səlis, axıcı, zəngin və orijinal bir üsulda yazılan dərin elmi fəlsəfi məzmunu ilə fərqlənən modernləşmə xətti yenə də gündəlikdə də əsəri prezident administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi, konseptual baxışlara malik siyasətçi və dövlət xadimi filosof olduğunu bir daha təsdiqləyir. Bütün bunlarla yanaşı Akademiyanın sabiq prezidenti Akif Əlizadə, həmçinin Akademiyanın Tarix və Etnologiya İnstitutunun direktoru Yaqub Mahmudov və sair kimi şəxslər öz fikirlərini həmin nəşrdə yazıblar.